əmoğlunun yanında mən maşında yatır olmuşam. Burada bunu heç kim, burada bu avtoqəza hamının başına gələ bilər. Hamının balasının qabağına çıxa bilər. Hər bir şoferin hamısının qabağına çıxa bilər. Mənim də valla başqa işləmə, yenə də bu dəqiqədə, yenə də özüm işsəm, yəni o qədər dərs hiss eləmirəm ki, burada insan həyatı həll olub da. Mən istəyərdim ki, mənim kimi seçsən, qabağıma çıxsın, kimisə balasını eşsən, o həyatdan köçsün. Əgər onu mən istəmişəmsə, o elə mənim öz balam qabağına çıxsın. Tabi bunu kim nətər başa düşdü. Mən heç bir vaxt, heç kimin balasına, yəsindən də, valideynlərindən də, banasından da, anamızdan da, bacılarımızdan da, bütün hamısından çox üzr istəyirəm ki, mənim başqa cür heç kim, yəni o cür fikirləşməsin ki, mən o səviyyəli insan deyiləm. Mən bu dünyada istəyirsən, varlı ol, istəyirsən kasıb ol, bu dünyada yaranan insanlar hamısı bu dünyadan köçür. Hər şey Allaha məxsusdur, Allahın yazısına pozu yox. Nə o rəhmətlik, o balamız gəlib, bilsəydi ki, belə bir hadisə olacaq, nə o bu yolu gəlib çıxmazdı, nə də mən bu yolu gəlməzdim. Olub da Allahın qəzasıdır. Allah o dünyasını versin, Allah qəni rəhmət eləsin. Amin. Valla Allaha and olsun, mən heç bir vaxt, heç kimin pis şeyinə sevinən insan olmamışım. Məni tanıyan ağsaqqalda, məni tanıyan cavanı da, bütün Azərbaycan xalqı məni tanıyanlar hamısı məni bilir ki, mən hansı bir insanam, insanlarla da nətər davranıram. Gənə bir daha Allah o balamıza qəni rəhmət eləsin. O da mənim öz qardaşım balasıdır, öz bacım balasıdır. Mən onu elə qəbul edirəm.